Kişi kişinin evinə kör girər, kar oturar, lal çıxar. Amma bəzi oğraşlar bunu başa düşmür. Övlad gedib arvad alanda, arvad ki deyir, mən sənin atanla, ananla bir evdə yaşamaq istəmirəm. Bax, onda kişi də başlayır atasına, anasına xor baxmağa. Deməli, onlar bizim vaxtda niyə yox idi? Var idi Qasım, biz bilmirdik. Hamının sözü evinin içində qalırdı. Elə bilirdi, elə hamı xoşbəxtdir, elə bilirdi, heç kimin evində söz-söhbət olmur. Hamı utanırdı ki, evin sözü çölə çıxar, xalq bizə gülər. Amma indi bir şey olmamış, çəkirlər, paylaşırlar, o verilişə, ora, bura. O dəqiqədə qaçırlar məhkəməyə, boşanılır. İndi elədir. Həmişə olub, həmişə olub, bilməmişik.